Salam. Bugün sizinlə Cümə surəsi 9, 10, 11-ci ayətləri əsas alaraq toplumda formalaşmış cümə anlayışını istəyirəm bir məqalə janrında paylaşam və sizə həqiqətləri göstərəm tək-tək. Və bu məsələni yəni bizə Quran yetər deyənlərə sual verirlər ki, bizə cümə namazını göstərin, cümə nədir? Halbuki bu sualları əslində onlara biz verməliyik ki, Quranda cümə namazı yoxdur, sən haradan çıxardırsan bu cümə namazını? Müəyyən günü, vaxtı, toplanmanı, gəl ayətə bir baxalım. Yəni əslində ayətin özünə baxdığın zaman toplanma ticarət üçündür, oradan çağırış var, ilə zikrillaha. Bunlar isə ilə yevmil cümüyə qoyurlar. Yəni iləni, zikrə aid olan iləni aparıb şeyə qoyurlar, cümaya qoyurlar. Halbuki min var, bir də ilə var. Min çıxışlıqdır, ilə yönlükdür. Yəni dandan şəkilçisi var. Yəni cümədən çıxmalıdırlar. Yönəlməli olduqları isə Allahın zikridir. Salata nida olunduqda Allahın zikrinə yönəlməyi göstərir. Yəni. Baxaq inşallah. Birinci, bunu qeyd edim ki, ənənəvi dində hər ayəti tək-tək xüsusi olaraq bu kimin şə'nində endirilibdir. Burada yəni şə'n nüzul deyə bir şey ortaya qoyurlar. Amma Quran ümumilikdə deyir ki, yəni subyektiv yox, obyektiv bir nəzəriyyə qoyur ki, Quran iki səbəbə enibdir. Bəhanə gətirilməməsi üçün ki, bizə də bir ilahi kitab gəlsəydi yolumuzu azmazdıq. Deməsinlər deyə biz bu Quranı nazil etdik deyir. İkinci səbəb nədir? İnsanlara hidayət olunması üçün biz bu kitabı nazil etdik deyir. Vəssalam. Bu ayətlərin hamısı 6236 ayənin hamısı bu iki səbəb üzərində nazil olmuşdur. Yəni. Oydu ki, Cümə surəsinin 9, 11-ci ayələri Quranda müstəqil bir ibadət forması təsis etmək üçün deyil, möminlər arasında baş vermiş konkret bir zəifliyi ifşa və islah etmək məqsədi ilə nazil olunmuşdur. Ayələrdən aydın şəkildə görünür ki, Nəbi möminləri bir toplantıya çağırmış, lakin bu çağırış toplumun alış-veriş və əyləncə üçün toplandığı cümə gününə təsadüf etdikdə möminlərin bir qismi Allahın zikrinə tələsmək, əvəzinə ticarət və əyləncəyə yönəlmişlərdir. Bu davranış üzərinə surə nazil edilmiş və möminlər açıq şəkildə xəbərdar olunmuşdur. Deməli, ayələr normativ qanun qoymaqdan daha çox mövcud bir yanlış davranış, o səhvi düzəltməyə yönəlmişdir. Bu bir. İkinci, Nəbinin möminləri cəm etmə səlahiyyətinə toxunulur Quran-ı Kərimdə. Quran, Nəbiyyə möminləri ümumi işlər üçün toplamaq və təşkil etmək səlahiyyəti verdiyini açıq şəkildə bildirir. Bu səlahiyyət xüsusilə Nur surəsində aydın şəkildə ortaya qoyulur. Şübhəsiz ki, inanıb güvənənlər Allaha və onun rəsuluna inanıb güvənən kimsələrdir və onunla bərabər ümumi bir əmr üzərində olduqları zaman ondan izin istəmədən getməzlər deyir ayə. Bu ayə göstərir ki, Nəbinin çağırışı sıradan bir çağırış deyil, ilahi məsuliyyət daşıyan rəhbərlik funksiyasıdır. Növbəti ayədə isə bu səlahiyyətin başqaları ilə, yəni başqalarının verilərək, yəni belə deyək də, bu səlahiyyəti başqalarına götürərək qarışdırılması qəti şəkildə qadağan edilir. Ayənin davamı belə deyir Nur 63-də. Rəsulun dəvətini, çağırışını aranızda birinizin digərinin dəvəti kimi eyniləşdirməyin, bir tutmayın deyir. Bu açıq xəbərdarlıq Nəbinin səlahiyyəti ilə sonraki dövrdəki dini fiqurların səlahiyyətinin eyni tutulmasının Qurani baxımından qəbul edilməz olduğunu göstərir. Üçüncü, ümumi olaraq Əl-Cümə ifadəsinin dil və məna təhlilinə diqqət etsək, Cümə surəsinin 9-cu ayəsində Yevməl Cüm'əti ifadəsi müəyyənlik artıqlı ilə işlədilmişdir. Buradan başa düşürük ki, deməli, ümumi toplumun bildiyi bir şeydir bu. Bu isə həmin günün möminlər olsun və ya ümumi toplum olsun, fərq etməz. Onların hamısının tərəfindən artıq bilinən, tanınan bir gün olduğuna dəlalət edir. Orada keçən bəziləri min ədatına diqqət çəkir. O min ədatının yevm sözü ilə birlikdə işlədilməsi qeyri-müəyyənlik bildirir deyə bir fikir gəlirlər qoyurlar ortaya. Amma lakin Əl-Cüm'ənin müəyyən gəlməsi konkret artıq mövcud olan bir toplanma gününə işarət edir və o günün önəmi deyil hansı gündür. Birinci gün də ola bilər, ikinci gün də ola bilər, 3, 4, 5, 6 baxadına fərq eləməz yəni.
Əslində min günün hansı gün olması önəmli ortadan qaldırır. Min ədatı ilə, əl ədatı ilə toplanma məsələsini ortaya qoyur və bunlar hər hansısa bir günü yarmarka edirlər, ticarət üçün toplanırlar, oradan çağırış var. Davam edək, görəcəyik inşallah. Deməli, bu həmin günün ilahi olaraq yeni təyin edilmədiyini, əksinə toplumun sosial-iqtisadi həyatında mövcud olan bir gün olduğunu göstərir. Müasir dillə desək, bu gün toplumun yarmarka və bazar günü funksiyasını yerinə yetirir. Yəni, bazarlıq etmə günü. Ayənin özü də bu toplantının mahiyyətini açıq göstərir. Alış-verişi buraxın kəlməsi ilə, vazarul bəy kəlməsi ilə alış-verişi buraxın. Hardan deyil? Toplantı günündən Allahın zikrinə tərəf səy göstərin. Bu ifadə toplantının əsas məqsədinin ibadət yox, ticarət olduğunu təsdiqləmiş olur. Davam edək. Dördüncü məsələ. Ayələrin mətni və kəlmə-kəlmə təhlilinə diqqət yetirəndə Ya əyyuhəl-ləzīnə amanu, ya ey əyyuhə, o kəslər ki, əl-ləzīnə amanu, inanıb güvənənlər, İzə nudiyə lis-salati min yevmil cüm'ati. İzə, altına xətt çəkirəm, nə zaman? Hər hansısa bir zaman, gecə, gündüz, birinci gün, ikinci gün, üçüncü, dördüncü, beşi, altı xadun fərq eləməz yəni. Soyuq, isti fərqi yoxdur yəni. Nə zaman nida olunsa salat üçün, toplantı günündən, nə zaman nida olunsanız salat üçün, bax toplantı günündən salat üçün nida olunduğunuz zaman nəticədə alış-verişi buraxıb Allahın zikrinə tərəf səy göstərin. Sizin üçün xeyirlidir, əgər bilmiş olanlarsınızsa da. Ayənin mətnindən aydın olur ki, çağırış şərtidir. İzə nudiyə, nə zaman nida edilsə deyir, çağırış salat üçündür. Əsas hədəf isə Allahın zikridir. Yəni Quran, vəhiy, alış-veriş müvəqqəti olaraq tərk edilir görürük ayədə. Devam edək. 5. Nur surəsi 36 və 37-ci ayələrlə Quran daxili əlaqə bu ayətlərlə Cümə surəsi 19-11, Nur 36-37 ilə əlaqələri olduğuna diqqət çəkir. 36-37-ci ayəsində Nur surəsinin ayələrində Allahın zikri o evdə, o nur olan evlərdə deyir, Allahın zikrini edən kişilər vardır deyir. Onları Allahın zikrindən nə ticarətin, nə də alış-verişin yayındıra bilmədiyi şəxslərin Allah haqqında danışır ayədə. Bu ayələr məna baxımından Cümə surəsinin 9 və 11-ci ayələri ilə birbaşa əlaqəlidir və eyni mövzunu dünya mənfəəti ilə ilahi çağırış arasında seçim məsələsini tamamlayır. Orada həqiqətdə möminlər necə etməli olduğunu qoyur və rəğbət var. Burada isə möminlər nə etməməlidir və bir növ tənqid var. Yəni o ayətə rağmen bunlar yenə qulaq ardına vururlar. Allah burada başlayır onları etdiyi işi pisləməyə. Beləliklə Cümə surəsindəki xəbərdarlıq Quran daxili bütövlüyə malikdir və möminlər üçün əsas ölçünün zaman və məkan deyil, bir növ prioritet dəyərlər olduğunu ortaya qoyur. Nəticə, bu araşdırma göstərir ki, Cümə surəsi 9-11-ci ayələr konkret tarixi hadisə üzərində nazil olunmuşdur. İkinci, ayələrdə cümə günü ilə bağlı daimi, ümumi və hamını bağlayan ritual bir hökm yoxdur. Üçüncü, Nəbinin möminləri toplama səlahiyyəti ona məxsus və ilahi və ilə dəstəklənən bir səlahiyyətdir. Dördüncü, heç bir insan və ya dini qurum bu səlahiyyəti öz üzərinə götürərək Allah adına hökm irəli sürə bilməz. Nəticə etibarilə cümə günü ilə bağlı hökmün sonraki məzhəbi strukturlar tərəfindən normativ ibadət formasına salınması Qur'ani mətnlə əsaslandırıla bilmir. Qur'an möminləri formal ritual deyil, şuurlu itaat və bir növ prioritet dəyərlərə çağırır. Və altıncı olaraq klassik cümə anlayışına akademik və Qur'ani bir cavab verəsi olsaq, klassik fikri yanaşmada cümə salatı, namazı deyək ki, el arasında həftəlik bütün yetkin kişi möminlər üçün vacib olan müəyyən vaxtda, müəyyən məkanda, yəni məsciddə, müəyyən şəxs, yəni imam tərəfindən xütbə ilə icra edilən kollektiv ibadət kimi təqdim edilir olduğunu görürük. Bu anlayış sonraki hüquqi sistemlərdə normativləşdirilmiş və ictimai nizam aləti halına gətirilmiş olduğunu görürük. Yəni əvvəl bu, lakin bu model Qur'ani mətn baxımından
baxımından ciddi problemlər doğurduğunu da görürük. Təsəvvür edin ki, bunlar bu günləri iddia edirlər ki, siz, yəni hamı işi var, gücü var, müəyyən bir yerdə işləyir. Ayət əgər sizin dediyiniz kimi düşünülsə, heç kimin icra haqqı yoxdur ki, dünyavi işlərinin dalınca getsin. Qoyub getməli, gəlməlidirlər. Bu, Nəbi zamanında məntiqli başa düşülə bilər. Vəhiy gəldiyi devirdə bunun böyük bir önəmi var. Amma bugünkü devirdə bunu hər həftə bir ibadət formatında, ritual bir ibadət formatında təkrarlamaq bu məntiqi pozur. Bu doğru bir məntiq olmur. Bəzi insanlar var, hətta deyir, mən nətər edeyim? Məsələn, müəllim işləyanı var, şofer işləyanı var, sürücü işləyanı var. Yəni, ona əmanət olaraq obyekt tapşırılıb, qoysun, çıxsın, geçsin. Alınmır. Yəni, mümkün deyil sizin dediyinizi icra etmək bugünkü gündə. Və insanlar hər həftə ən azı bir dəfə yer izində olan insanların deməli, belə deyək də, %90% Allahın əmrindən çıxmış olur sizə görə. Devam edək. Quranda ümumi və daimi cümə hökmünün olmamasını yenə Qur'anın özündə görürük. Qur'anda cümə günü ilə bağlı yalnız bir surədə, dedik 62-ci cümə surəsi olan sıra sayına görə 62-ci surə olan cümə surəsi və yalnız 3 ayədə, yəni 9, 10, 11-ci ayələrdə mövzuya toxunulur. Qur'anı metod baxımından əgər bir hökm ümumi, birinci, ümumi, 2, daimi və 3, hamıya əlaqəli, hamını bağlayan xarakter daşısaydı, bu hökm Qur'anda təkrarlanaraq açıq və mübahisəsiz şəkildə ifadə edilərdi. Məsələn, səlat, gündəlik edilən səlat vaxtları, siyam ayı və yaxud da ki, həcc məsələsi, cihad məsələsi və yaxud da ki, zəkat məsələsi kimi əsas o təməl ibadətlərdə bu metod açıq şəkildə müşahidə olunur. Cümə ilə bağlı isə belə bir normativ təkrarı yoxdur yəni. Yəni, baxın, Quran-ı Kərimdə neçə yerdə Allah səlata, neçə yerdə zəkata, neçə yerdə cihad məsələsinə, neçə yerdə həcc məsələsinə toxunulmuş, müxtəlif baxımları ilə ələ alınmışdır. Amma bu məsələ nə oldu elə bir dənə 62-ci surənin 9-11-ci ayəsində toxunuldu, bitdi, qutardı, getdi yəni. Bu fakt, klassik anlayışın Qur'anə əsasın zəif olduğunu göstərir əslində. Məsələn, başqa bir məsələ. Əmr ilə hadisəyə yönəlik xəbərdarlıq, bir dəqiqə özür istəyirəm, onu səssizə salaq. Əmr ilə hadisəyə yönəlik xəbərdarlığın qarışdırılması var olduğunu görürük. Yəni, bunlar əmr ilə hadisəyə yönəlik xəbərdarlığın qarışdırdığını görürük. Cümə surəsi 9-cu ayəsindəki ifadə forması şərt cümləsi olduğunu görürük. Nə deyir ayə? İzə nudiyə lis-sələt. Nə zaman salat üçün nida edilsə. Bu dil quruluşu gələcək üçün mütləq və daimi bir əmr deyil, mövcud bir hal baş verdiyi təqdirdə necə davranılmalı olduğunu bildirir əslində. Klassik fiqh isə bu şərti ifadəni mütləq əmr kimi oxumuş və ayəni kontekstindən qoparmışdır. Biz buna, belə deyək də, akademik baxımdan bu normativ oxunuş xətasını görmüş olaraq diqqət yetirsək. Baxırıq ki, bu xətalı bir oxunuşdur. Nəbinin səlahiyyəti ilə sonraki dini avtoritetlərin eyniləşdirilməsi məsələsini klassik yanaşmada imamın xütbə oxuması və cəmaatın onu susaraq dinləməsi Nəbinin praktikasına bənzədilir. Halbuki Qur'an bu bənzətməni açıq şəkildə rədd edir və deyir ki, Nur 63-də Rəsulun dəvətini aranızda bəzinizin digərinin dəvəti kimi etməyin. Bu ayə göstərir ki, Nəbinin çağırışı ontoloji olaraq fərqlidir, onun səlahiyyəti vəhyə əsaslanır və ötürülə bilən bir institut deyil. Dolayısıyla hər hansı bir şəxsin və ya qurumun cümə çağırışını Allahın əmri kimi təqdim etməsi Qur'ani baxımdan əsassızdır. Başqa bir məsələ, məkan və zaman şərtlərinin Qur'anda mövcud olmamasını görürük. Klassik cümə anlayışı mütləq məscid deyir, mütləq müəyyən bir gün və müəyyən bir vaxt təyin edir, mütləq xütbə olmalıdır deyir və mütləq toplu cəmaat olmalıdır deyir.
4 dənə əsaslar var. Şərtlərini irəli sürür. Halbuki Cümə surəsinin ayələrində bu elementlərin heç biri açıq şəkildə qeyd edilmir. Quranda nə məscid adı çəkilir, nə saat təyin olunur, nə də xütbə institutu təsbit edilir. Bu boşluqların sonradan doldurulması Qur'ani hökm deyil, tarixi dini konstruksiyadır. Nur surəsinin dediyimiz kimi 36-37-ci və Cümə surəsinin 9-10-11-ci ayələrin, yəni 9-11 birgə oxunuşuna baxdıqda Nur surəsində tərif edilən möminlər onları nə ticarətdə, nə də alış-veriş Allahın zikrindən yayındırmaz deyir 37-də Nurda. Bu ayə Cümə surəsində tənqid edilən davranışın əksi kimi oxunulmalıdır. Burada yenə zaman və məkan deyil, dəyərlər iyerarxiyası əsas ölçü kimi təqdim olunur. Klassik fiqh isə bu əxlaqi prioritet mesajı hüquqi məcburiyyətə çevirmişdir. Və bu məsələyə bir dənə də dediyimiz kimi nəticə olaraq baxdıqda klassik cümə anlayışı Qur'ani mətnlə tam uyğunluq göstərmir, Nəbinin səlahiyyətini sonraki fiqurlara transfer edir, kontekstual ayələri normativ qanuna çevirir, Qur'ani azad iradə və fərdi məsuliyyət prinsipini zəiflədir. Bu səbəblə Qur'ani metodologiya baxımından klassik cümə anlayışı yenidən qiymətləndirilməli, hökm mənbəyi olaraq yalnız Allahın kitabı əsas götürülməlidir. Hazırda bugünkü gündə insanlar özlərini bu məsələdə günahkar bilməməlidir və bu cəmaata bildirilməlidir ki, bunu biz elçi adından bəzi ayətləri alət edərək sizi ora toplayıb öz zəhərlərimizi sizin beyninizdə yer edərək, sizi öz ağalarımıza, öz şeyxlərimizə qarşı, Allaha qarşı yox, öz şeyxlərimizə, öz ağalarımıza, öz bütlərimizə qarşı sizin qəlbinizə məhəbbət yeritməkdən ötürü alət etmişik desələr daha məntiqli olar. Yəni bugünkü cümələr Allahın dinini yaymağa xidmət göstərmək yerinə özlərinin uydurduqları din adına o zəhərli fikirləri insanların beyninə yeritməkdən başqa bir şeyə xidmət göstərməməkdədir. Sözüm bu qədər. Salam olsun hidayətə tabi olanlara.